bir nəfər Binamaz Əli adı ilə tanınmışdı cəmiyyətdə və şərabxoləri. Şəhərin şərablarının hamısını alır. Bir dəfə qardaşı ilə getdi, yolda bir çətinliyə düşdü. Allahla bir rabitə yaratdı, bu çətinliyi keçdi. Qardaş dedi, mənim alnım möhürdən mazol olub. Sən 2 rəkat namaz qılmamısan, sən Allah necə oldu səsi eşitdi. Və bu məcbur oldu, dedi ki, düzdür, mənə cəmaat Binamaz Əli deyirlər. Bunun cəmaatı mən halal da eləmişəm, günahları da yoxdur, şəraiti onlara mən yaratmışam. Çünki onlar mənim heç vaxt namaz qılmağımı görməyiblər. Mən elə namaz da qılıram, orucda tuturam. Dedi, bu qədər şərabiyyat apardı bir yeri göstərdi ki, dedi, mən o şəhərin şərablarını alıb hamısını gətirib burada sındırıram ki, tapılmasın, içən az olsun. Əleyhissalam deyir, bir dəstə adamlar var, onların adları göydə mərufdur, göydə əhli onun hamısı tanıyır, amma yer əhli məchuldur yer əhli üçün, onları tanımırlar.